Salam, xoş gördük hər birinizi. Bugünkü mövzumuzun izahı Qaraxanlı dövlətidir. Deməli, Qaraxanlılar Aşina soyuna mənsub olublar. Turanlı, deməli, Alp Ərtunqanın Əfrasiyabın varisləri hesab olunurlar. İkinci Göytürklərin süqutundan sonra 840-cı ildə Qarluqlar və digər tayfalar Qaraxanlı dövlətini yaradırlar. Qarluq xanın eyni zamanda varisləri də hesab olunurlar. Deməli, Bilge özünü qara, yəni dövlətin əsası Qutluq Bilge Gül xaqan tərəfindən yaradılmışdı. Bilge özünü Qaraxan elan etmişdir. Ərazisi Şərqi Türkistan, Yeddisu, Tiranşan dağları və bu ətraf əraziləri əhatə edirdi. İlk paytaxtı Balasakun olmuşdu. İslam mənbələrində isə Əfrasiyab kimi tanınan bir dövlətidir. Satug Boğra 932-ci ildə İslamı qəbul edir. Türk dilində İslam ədəbiyyatı yaranır. Türk yazıları ərəb qrafikalı əlifba ilə yazılır və 10-cu əsrin sonundan artıq Quran təfsiri yazılmağa başlanır. 942-ci ildə Satug Boğra özünü xaqan elan edir. Paytaxt isə ikinci olaraq Kaşqara köçürülür. Yəni birinci paytaxt Balasakun idi, Balasakundan keçirildi Kaşqar ərazisinə. 999-cu ildə Qaraxanlı və Qəznəvilər Samani dövlətini öz aralarında bölüşdürüb Samani dövlətinin varlığına son qoyurlar. Artıq bundan sonra Qaraxanlıların sərhədləri Balxaş gölündən Hindukuş qarı-qoruma qədər əhatə edirdi. Əvvəllər Qaraxanlılarda vergilər birbaşa xəzinəyə gəlirdi, amma sonradan artıq ayrı-ayrı xaqan sülaləsi üçün vergilər üzvləri üçün, şəxslər üçün alınmağa başlandı. 1042-ci ildə Qaraxanlılar iki hissəyə parçalanırlar, qərb və şərqə parçalanırlar. Şərq 13-cü əsrin əvvəllərində Qarakitaylar tərəfindən, qərbin isə varlığına 1212-ci ildə Xarəzmşahlar tərəfindən son qoyulur. Qəznəlilər dövləti indiki Əfqanistanın cənub hissəsində yaranmışdı. Samanilərdə baş verən çəkişmələrdən istifadə edən bu qulamlar, yəni qullar, hakimiyyət uğrunda mübarizədən istifadə edərək oradakı hakimiyyəti ələ keçirirlər və onlardan biri də Alptəkin olmuşdu və nəhayətində Alptəkin paytaxt Qəznə şəhəri olan 962-ci ildə yeni bir dövlətin əsasını qoyur ki, bu da hansı dövlətdir? Qəznəvi dövlətidir. Amma bir dənə diqqət özə çatdırım ki, Alptəkin Qəznəli sülaləsindən olmamışdı. Çünki Alptəkin nə idi? Qulam idi, yəni o qul idi. Hakimiyyətdə baş verən mübarizədən istifadə edib dövlət yaratmışdı. Yəni Alptəkin əslən Qəznəli deyil. Mahmud Qəznəli. Mahmud Qəznəlinin dövrü isə dövlətin ən qüdrətli zirvəsinə çatan bir dövrüdür. Samanilər dövləti 999-cu ildə süquta uğradılır. Keçmiş Samani əraziləri Xorasan, Xarəzm, Sistan və Əfqanistan ərazisi tabe olunur. Hindistana 17 dəfə hücum etmişdir. Nəticə şimal-qərbi Hindistan tabe edilmişdir. Hətta Abbasi xəlifəsi tərəfindən sultan titulda alan ilk türk hökmdarıdır. Hakimiyyətini Sultan Mahmud Qəznəvi Rey, Həmədan, İsfahan ilə birlikdə ümumilikdə Qərbi İrana qədər yayılır. Hətta biz Azərbaycan tarixində də keçmişik ki, Oğuzların Xorasanda məskunlaşmasına icazə verir. Sonradan Oğuzlarla Səlcuqlar arasında mübarizə pisləşir və nəhayətində Sultan Mahmud Qəznəvi Oğuzlara zərbə vurur. 2000 Oğuz ailəsi gəlir həm Rəvadilərin arasında, həm də Şəddadilərin arasında məskunlaşır. Əl-Biruni, İbn Sina bu kimi deməli alimləri də sarayda himayə etmişdir. Xarəzmdir, baxın, Xarəzmdir, Buxaradır, Daşkənddir, Səmərqənddir. Bunlar hamısı Qəznəvilərin şəhərləri hesab olunurlar. 11-ci əsrin 30-cu illərində, yəni Mahmud Qəznəvinin ölümündən sonra taxtac uğrunda mübarizə başlayır. 1040-cı ildə Dəndənəkən savaşı baş verir. Dəndənəkən savaşını biz Azərbaycan tarixindən keçmişik. Səlcuqlar qələbə qazanırlar, Qəznəvilər məğlub olurlar. Və bu da artıq dövlətin yavaş-yavaş süqutunu sürətləndirən amillərdən idi. 12-ci əsrin ikinci yarısında Gürlularla mübarizə aparırlar. Gürlularla mübarizə aparma nəticəsində paytaxt Qəznə şəhərindən hara Lahor şəhərinə köçürülür. 1187-ci ildə isə dövlətin varlığına tamamilə Gürlular son qoyurlar. Ərazisinə gəldiyimizdə ərazisi Pakistan, Əfqanistanın cənubu,
Hindistanın şimal-qərb hissəsini əhatə edirdi. Yadınızda saxlayın. Hindistanın şimal-qərbi deyiləndə indiki Pakistan ərazisi nəzərdə tutulur. Diqqətiniz üçün təşəkkürlər.